Ürək çatışmazlığı ürəyin nasos funksiyasının, yəni pompalama qabiliyyətinin pozulmasıdır. Bu zaman qanı ötürmə qabiliyyətini itirir, yəni ürəyin qanı paylama qabiliyyəti pozulur və bunun nəticəsində orqan və toxumaların qanla təchizatı pozulmuş olur və bu da orqan toxumaların funksiyasının pozulmasına gətirib çıxarır. Ürək çatışmazlığının yaranmasını səbəblərini iki yerə ayıra bilərik. Ürəklə bağlı olan səbəblər və ürəklə bağlı olmayan, yəni ürəklə əlaqəsiz ekstrakardial səbəblər. Ürəklə əlaqəli səbəblər içərisində miokard infarktı, arterial hipertoniya nəzarətsiz, yəni uzun müddət təzyiq nəzarətsiz qalırsa, aritmiyalar, kardiomiopatiya, yəni ürəyin əzələ xəstəlikləri ürək çatışmazlığına gətirib çıxarır. Ürəkdən kənar səbəblər arasında isə yenə nəzarət olunmayan, müalicə alınmayan zob xəstəlikləri, ağciyər xəstəlikləri, qan xəstəliyi, ciddi anemiyası, qan azlığı olan xəstəliklər əgər uzun müddət nəzarətsiz qalırsa, bunun özü ürək çatışmazlığına gətirib çıxara bilir. Bundan başqa böyrək xəstəlikləri, bəzi infeksion xəstəliklər ürəyin funksiyasını, yəni pompalama qabiliyyətinin itməsinə və ürək çatışmazlığına gətirib çıxara bilir. Əsas klinik əlamətləri, yəni xəstələr nədən şübhələnib həkimə müraciət etməlidir? Deməli, ilk əlamət olaraq təngnəfəslik üzə çıxır. Xəstə adi oturaq vəziyyətdə belə artıq təngnəfəs olmağa başlayır, fiziki yükə ehtiyac olmadan. Ürək döyməsinin artması, yəni ürək vurğularının sayının artması, yatanda boğulma hissi, baş altında artıq 1 balınc kifayət eləmir, 2 balınc istifadə eləyir və daha irəli mərhələlərdə artıq öskürək də işə qoşulur və bu cür ciddi narahatçılıqlar artıq bir siqnal olmalıdır və vaxtında həkimə müraciət etmək lazımdır.